Faizli məhlul məsələsindən iki maraqlı sualın həllinə baxaq. Çox uşağın zəif olduğu hissə. Deməli, birinci sualda deyir 30 faizli 120 qram duz məhluluna nə qədər su əlavə etsək 20 faizli olar. Biz ilk növbədə baxmalıyıq. 120 qramın içərisində 30 faizli nə qədər məhlul var? Bunu bu şəkildə başa düşməliyik. 120-nin, yəni 30 faizini tapacağım. Görək içərisində nə qədər 30 faizli duz məhlulu var. 12-ni də 3-ə vurduq, oldu 36 qram duz. Deməli, 120 qramın içində 36 qram duz var imiş, 30 faizli. İndi bizim məhlul məsələmizin vacib düsturu budur. Maddə bölünsün məhlul vurulsun 100% bərabərdir faizlilik və yaxud da qatılılıq ola bilər. Və yaxud da qatılılıq. Bu şəkildə. İndi baxaq. Maddə budur. Duz. Duz da ola bilər, spirt də ola bilər, şəkər də ola bilər, fərqi yoxdur. Maddəmiz 36-dır. Bölürük. Məhlul budur, 120. Yəni, məhlul maddədən və sudan təşkil olunmuşdur. Yəni, maddə dediyim kimi fərqi yoxdur. Duz da ola bilər, şəkər də ola bilər. Hamısı ola bilər. Maddəmiz indi burada, məhlulumuz daha doğrusu 120-dir. Yazırıq 120. Deyir, üzərinə su əlavə et. Suyu mən x-ilə işarə edirəm. Məsələn, x gəlir. Onu maddənin üstünə gəlməli deyilik. Sadəcə məhlulun üzərinə gələ bilərik. Bərabərdir. 100-ü bu tərəfə keçirdirəm. Yazıram. %20. 20% almalıyıq. Bunlar ixtisar gedəndə olur 5-də 1. Çarpaz vuraq. 120 üstə gəlsin x-i 1-ə vuranda olduğu kimi qalır. 36-nı da 5-ə vuranda edir 180. Buradan x-i tapırıq 60. Deməli, suyumuz 60 imiş. İndi keçirik ikinci suala. Deyir 30 faizli 120 qram duz məhluluna bax. Burada deyir nə qədər duz əlavə etsək 60 faizli olar. Burada suyu soruşduğuna görə təkcə məhlulun üzərinə su gəldik. Amma burada duzu soruşduğuna görə həm məhlulun, həm də ki maddənin üzərinə gələcək duzu. İndi baxaq. Yenə eyni qaydada 120-nin 30 faizini tapaq. Yenə bildiyimiz kimi 36 qram eləyir duz. İndi keçdik düsturumuz dedik. Maddə bölünsün məhlul vurulsun 100% bərabərdir faiz dedik. Maddə 36 qram bölünsün məhlulumuz yenə bayaq dediyim kimi 120. İndi deyir duz əlavə etsək. Yenə duzun qədərini bilmirik. Üstə gəlir x. Həm maddənin üzərinə gələcəm x-i, həm də məhlulun üzərinə gələcəm x-i. Bərabərdir. Yüzdə burada 60 faizli dediyinə görə yüzdə 60 yazırıq. 0-ın 1 ilə bu gedir. 6 ilə onu 2-yə bölürəm. Burada 3 qalır, burada da 5 qalır. 5-də 3. İndi bunu çarpaz vururuq. 120 üstə gəlsin x. Vururuq 3-ə. Bərabərdir. 5-i də vururam 36 üstə gəlsin x-ə. Vurub açanda 120-ni 3-ə vurduq. 360 üzərinə gəl 3x bərabərdir. 180 üzərinə gəl 5x. İndi 3x-i bu tərəfə atırıq olur 2x. 360-dan da 180-dən çıxırıq olur 180. X də bərabərdir. 180-də 2-yə böldük oldu 90. Deməli duzumuz da 90 imiş. Bu qədər.